Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün bildiyimiz kimi 2026-cı il martın 9-u 11-lərin buraxılış imtahanı idi, birinci zonası. Əlimdə hal-hazırda qrammatik suallar var. Ardınca da mətn izahını verəcəm. Başladıq. İlk sualda nə deyir bizə? Səsimdə də belə tutulmalar ola bilər. Üzrü sayın, biraz nasazlamışam. 31-də nə deyir? Deyir, tərzi hərəkət zərfi soruşur bizdən. Təsriflənməyən feilə aid olduğu nümunəni müəyyən edin. Təsriflənməyən feillərimiz biz bildik ki, nədir? Məstər, feili sifət, feili bağlama. İlk öncə testimizə bir baxırıq. Deyir ki, tamamilə xəbərsiz idik. İdi ki, necə gəliblər? Tamamilə burada baxıram ki, təsriflənməyən feil yoxdur. Nə məstər, nə feili sifət, nə də feili bağlamanı görmürəm. Birlər avtomatik silinir. Belə danışmağın heç bir əsası yoxdur. Danışmağın təsriflənməyən var, amma burada da belə sifəti əvəz etmiş. Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün bildiyimiz kimi 11-ci siniflərin buraxılışı oldu, birinci zona, mart ayının 9-unda. Əlimdə hal-hazırda qrammatik suallar var, B variantının. İnşallah mətnlər də əlimə keçsin, yavaş-yavaş izahını paylaşacağım YouTube kanalımızda. İlk testi nə deyir? Belə ümumi testə baxdım, rahat idi, bir çətinlik falan bir şey yox idi. Gəldik, nə deyir 31-də? Deyir ki, tərzi hərəkət zərfinin, zərf soruşur. Təsriflənməyən feilə aid olduğu nümunəni göstər. Təsriflənməyən feillərimiz hansı oldu? Məstər, feili sifət, feili bağlama. Tamamilə xəbərsiz idi ki, necə gəliblər? Burada mən təsriflənməyən feillərdən heç biri görmürəm. Heç birini görmürəm, ona görə avtomatik birlər çıxır. 2-də nə deyir? Deyir, belə danışmağın heç bir əsası yoxdur. Danışmaq, məstər var, amma burada belə əvəzlikdir. Sifəti əvəz eləyib, morfoloji cəhətdən əvəzlikdir. 2-də belə getdi. Baxırıq. Sonra onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Gülə-gülə salamlaşıb içəri keçdilər. Baxıram. Onlar ev yiyəsi. Gülə-gülə burada feili bağlamadı. Salamlaşıb, bu da feili bağlamadı. Burada da yoxdur. Sonra gəldik digər tərəfdən. Şuşada çiyin-çiyinə döyüşdüyü dost, biraz tort kimi düşüb test. Şuşada çiyin-çiyin döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Döyüşdüyünü, dığı feili sifətin şəkilçisidir. Nə tərzdə döyüşdüyünü, deməli, tərz hərəkət zərfliyi feili sifətə aiddir. Yəni, təsriflənməyəni biri budur. Sonra öz uğurlarından iftixarla danışan sədir indi susmuşdu. Bax, iftixarla nə tərzdə danışan feili sifətin ən şəkilçisi, nə tərzdə iftixarla danışan tərz hərəkət zərfimdir. Feili sifətə aiddir. Birini də götürük buradan. Dilucu təşəkkür edib çölə çıxdı. Nə etdi? Çıxdı, təşəkkür edib. Feili bağlamanın şəkilçisidir bu. Üb, təşəkkür etmək bir feildir. Dilucu nə tərzdə? Deməli, tərz hərəkət zərfliyi feili bağlamaya aiddir. Oldu nə? 4, 5, 6. Sonra 32-də nə deyir? Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Deməli, cümləsi ilə bağlı doğru fikri göstər. Deməli, cümləsi ilə bağlı doğru fikri göstər. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil etmişdir. Feilləri ilk öncə tapırıq. Məsələn, qazandığı, sonra göstərdiyi, bir də dəlalət etmək. İndi deyir ki, söz birləşməsinin əsas tərəfini təşkil edir. Biz bilirik ki, qazandığı və feili sifət ola bilər əsas tərəf. Amma xəbər əsas tərəf ola bilməz. Adətən aslı tərəf olur. A-nı götürmürük. B-də nə deyir? Deyir ki, quruluşca mürəkkəb xəbər şəklində olan feili xəbərin ifadə vasitəsidir. Quruluşca mürəkkəb. Bəli, dəlalət etmək tərkibi feildir, mürəkkəbdir. Etmək, bilmək, qılmaq, olmaq feilinə aiddir. Xəbər şəklində olan feili xəbər. Bəli, feili xəbər şəklindədir. Ir. Feilin indiki zaman şəkilçisini qəbul edir. Ümumiyyətlə, feili xəbərin özünə məxsus şəkilçisi yoxdur. Keçmiş, gələcək, indiki zaman şəkilçilərini qəbul edir və feilin xəbər şəklini təşkil etmiş olur. Doğru variant oldu. B variantı. Sonra
33-də nə deyir bizə? Burada 33-də mən bunu buradan silməliyəm ki, mən bunu idarə eləyə bilim. 33-də nə deyir? Deyir, nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Nümunələrin hər ikisinə aiddir. Bu tipli biz test toplularının son hissələrində də var. Testlərin son hissələrində, məsələn 20-likdə falan var. Yəni var, bu test toplusunda var bu sxem. Sonra nümunələrdən yalnız birinə aiddir. Hər ikisinə aiddir, yalnız birinə aiddir. Nə deyir? Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Bu belə, qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözümün nuru, könlümün ateşi, qayıt səhmənə sal bu kainatı. İndi baxdıq, deyir ki, yalnız ikisinə aid olmalıdır. Nitq hissələrə ifadə olunmuş həmciz üzvlər işləmişdir. Bir baxaq görək. Gəncliyim, şərəfim, müqəddəratım. Nə? Burada mübtədanın həmcisliyi bir ürkək ceyranın əlinə düşdü. Qayıt yerinə qoy ayı günəşi. Qayıt yerinə qoy neyid? Ayı günəşi. Nəyi? Yenə olduğu tək görüm həyatı. Qayıt gözümün nuru, könlümün ateşi. Qayıt səhmana sal bu kainatı. Nitq hissəsi ilə ifadə olunmuş həmcins üzvlər var. Bəli, nitq hissəsi ilə ifadə olunmuş, isimlə ifadə olunmuş mübtədalar var. Feillə ifadə olunmuş ikinci nümunədə xəbərlər var. Hətta tamamlığın da həmcisliyi var. Onlar da nitq hissəsi ilə ifadə olunmuşdur. Bunu götürürük. Sonra gəldik digər tərəfdən. Baxaq. Deyir ki, baş üzvlərdən birinin həmcisliyi var. Baş üzvlərdən, bəli, gəncliyim, şərəfim, müqəddəratım mübtədanın həmcisliyidir. İkinci bənd şeirdə isə qayıt yerinə qoy ayı günəşi. Qayıt feili xəbərin birində mübtədanın həmcisliyidir, birində də xəbərin həmcisliyi. 1-2. Sonra həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Həmcins üzvlər. Mübtəda əsas tərəf ola bilir, amma xəbər mübtədaya əsasən uzlaşma əlaqəsində aslı tərəf olur. 3-ü götürmürük. 3-ləri avtomatik silək. Sonra gəldik digər tərəfdən. Nümunələrin yalnız birinə aiddir. Nümunələrin yalnız birinə aiddir. Bir baxaq görək. 2 fərqli cümlə üzvü həmcisdir. 2 fərqli nümunələrin birinə. Deməli, birinci cümlədə mübtədanın həmcisliyi var. İkinci cümlədə isə nə deyir? 2 fərqli cümlə üzvünün həmcisliyi var. İkinci cümlədə isə yalnız birinə aid olsun. İkinci cümlədə isə tamamlığın həmcisliyi var. Ona görə də nə edəcəm mən? Buradan 4-ü götürəcəm. Sonra getdik. Baxaq. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Xeyr, gəncliyim, şərəfim, müqəddəratım həmcins mübtədaların yox. İsmi birləşmə olması üçün aslı tərəfdə olmalıdır. Bunu götürmürük. 5-i. 5-də belə getdi. Elə avtomatik olacaq Y variantı. Hər ehtimala baxaq. Həmcins tamamlıqlar işlənmişdir. Bəli. İkinci cümlədə, yəni ikinci bənddə həmcins, ayı, günəşi, həmcins tamamlıqlar gördük. Oldu Y variantı. Baxırıq 34-cü suala. 34-cü sualda nə deyir? Deyir ki, klasteri tamamlaya bilməz. İlk öncə sözlərimi tələffüz edirəm. Necə olacaq? Uşaq canı. Bir də açıq olacaq. Çünki gözündən sonra saat gəlir. Açıq, aşkar. 3 cingiltili samit işlənib. Baxaq görək. X, N, bəli. Sonra G, sonra R, C. Bu doğrudur. Bizə yanlışı soruşur. Birlər getdi. G samitinin kar qarşılığı işlənib. Bəli, G samitinin kar qarşılığı X-dır. Amma ikincidə yoxdur. Ona görə birini götürürük. 3-ə bax, açıq saytların sayı qapalı saytların sayından çoxdur. Baxaq, burada bir dənə A-da açıq, burada bir dənə də A-da.
2 dənə açıq sayt var. 1, 2 qapalı sayt var. Burada 1, 2, 3. 3 açıqdır, 1 qapalı sayt var. Bu da səhvdir. Deməli, 3-ü də götürür. Deyilişə yazış arasında 2 fərqli məqam var. Bəli, burada Q, X əvəzlənməsi baş verdi. L-nın N-ya çevrilməsi. Digərində Q-nın G-ya çevrilmə prosesi var. Bir də Q-nın G-ya. Bu uyğun gəlir. 5-ə baxır. Yanaşı işlənən kar və cingiltili samitlər var. Yanaşı işlənən, bəli. Baxıram, X-C yanaşı işlənib müxtəlif cinsli samit qoşalığıdır. Digərində isə Ş ilə C müxtəlif cinsli samit qoşaqlıqlarıdır ki, yan-yana işlənib. Bu doğrudur. Elə bir də bu olacaq. Oldu 2, 3, 6, D variantı. Sonra digər tərəfdən baxaq görək nə deyir burada. Nümunə ilə bağlı yanlış fikri göstər. Yanlışı soruşursa, deyir ki, deməli, deyir ki, yerimək öyrətdin, tutub əlimdən. Dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. Aha, nə istəyir burada bizdən nümunədə səhvləri? Əvəzliyin bir məna növündən istifadə olunmuşdur. Əvəzliyin bir məna növündən. Baxaq görək. Yerimək öyrən tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Aha, deyir, şəxs əvəzliyi işlənib. Baxım, yoxdur ki, yox. Yalnız qrammatik mənası olan bir söz var. Bəli. Burada gərək sözüdür. Sonra yönlük halda işlənmiş söz mənsubiyyə şəklindədir. Yönlük halda. Baxım görüm. Dolaşdım arana, dolaşdım dağa. Balana, bəli. Baladan balana yönlük halda işlənmiş söz mənsubiyyə şəkilçisi qəbul etmişdir. Balana öyrədincə sən gərək öyrədəydin yıxılmamağa. Balana yönlü bala, baladan sənin balan mənsubiyyətdir. Ada yönlük halın şəkilçisidir. Bu da doğrudur. Sonra ikinci misrada işlənmiş isimlər təsirli haldadır. Bəli. Dolaşdın aranı, bir də dolaşdın dağı, haranı. Burada təsirli halın şəkilçisidir. Bu da doğrudur. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. İlk öncə təsriflənən feillərə baxaq. Yerimək öyrətdin, tutub əlindən, tutub burada feili bağlama, təsriflənməyəndir. Dolaşdın aranı, dolaşdın dağı, balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. Öyrədəydin. Baxım görüm. Təsriflənən feillərin hamısı xəbər şəklində. Yerimək öyrətdin, nə etdin? Tutub əlindən, dolaşdın aranı, dolaşdın dağı. Bəli, feilin xəbər şəklindədir. Dolanmaqdan dolaşdın, balana yerimək öyrədincə. Hamısı xəbər şəklindədir. Gərək öyrədəydin yıxılmamağı. Burada ikisi feilin xəbər şəklində. Öyrənməkdə öyrətmək, öyrətdin. Dolaşdın, dolaşdın. Balana yerimək öyrədin desən, gərək öyrədəydin yıxılmamağı. Deməli, səhv variantım oldu, Y variantı. Sonra digər tərəfdən, burada oldu, deməli, öyrət sözün kökü, öyrədə, yönlük nə idi? Arzu şəkili. Gəldik, 36-da nə deyir? Digər çərgələrin birindəki söz kök 2 leksik sxeminə uyğundur. Deməli, təhlili oxşarlıq və bərkit. Oxşar sözün kökü, oxşardan oxşa, oxşamaqdan oxşarlıq. Mən niyə açdım? Oxşa sözün kökü, oxşadan oxşar, oxşarlıq. Bərk sözün kökü, bərkdən bərki, bərkit. Elə bu olacaq A variantı. 37-də nə deyir? Deyir ki, hansı cümlədə feili sifət tərkib işləmişdir? Bax bu tərkib. Feili sifətlə tərkib bölməsin qarışdırmaq olmaz. Tərkib ayrıdır, feili sifət ayrıdır. Deyir, ahəstə süzən qartal anidən şikarına tərəf şığıdır. Hansı qartal anidən şikarına tərəf şığıdır? Ahəstə süzən. Bax, tərkib elə bax budur. A variantı. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. Nə etdilər? Qarşıladı kim? Ev sahibləri.
hansı qonaqları gələn. Burada tək bir dənə feili sifətdir. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Nə etdi? Qoydu kim? Asif. Hansı yazılmış tək bir dənə feili sifətdir. Yaşıllaşan ağaclar göz oxşayırdı. Nə edirdi göz oxşayırdı? Nə ağaclar? Hansı ağaclar yaşıllaşan var feili sifət tərkib deyir. Dostum oxuyan məqsədinə çatar. Nə edər çatar? Kim məqsədinə çatar? Oxuyan feili sifətlə ifadə olunmuş mübtədamdır. Burada tərkib yaratmayıb. El olacaq A variantı. 38-ə baxaq. Uyğunsuzluğu müəyyən edək. Vasitəsiz nitqli cümlə, durğu işarəsi buraxılmışdır. Vasitəsiz nitqli cümlənin sxemi. Mən buradayam, komandir. Komandir, cəld dilləndim. Komandir, cəld dilləndim. Bura gələ bilərsənmi? Uyğunsuzluğu deyirsən mənə, uyğunsuzluğu. Deməli, bunun sxemini yazaq. Mən buradayam, komandir, cəld dilləndim. Bura gələ bilərsənmi? Sualım belə, bu sxemə uyğundur. Çünki bunun sxemi V, sonra müəllifin nitqi, V, sonda sual işarəsi. Bəli, dedi, bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Deməli, burada nə edirəm? Açıram dırnağı bağlayıram burada. Çünki burada müəllifin nitqi budur, M-dir. Bunun sxemi, bu doğru olmayacaq, bu səhvdir. Çünki burada müəllifin nitqini verib birinci. Xeyr, birinci vasitəsiz nitqdir. Elə səhv olan variant B variantı olacaq. Sonra baxdıq 39-a. Mən bunu silim ki burada. 39-a baxmağa. Aha, deyir biri mürəkkəb addır. Mürəkkəb adı soruşursa günə baxan ədəbiyyat müəllimi Novruz bayramı ilə C variantı olacaq. Sonra digər isə cümlə təhlili. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Nə etdim? Aldım. Nəyi aldım? Şəhadətnaməmi aldım. Haradan? Gimnaziyadan. Nə zaman hərbi xidməti başa vurduqdan sonra feili sifətlə ifadə olunmuş zaman zərfliyi. Deməli, nə oldu? Zərflik, tamamlıq C variantı. Deməli, izahının hamısını verdik. Birazdan sonra mətnlərə də baxıb mətn izahını verəcəm.